Ümumiyyətcə bizim futbolda olan bir çox təhlillərlə razı deyiləm və onu da tam ortaya çıxartmaq üçün, aydınlaşdırmaq üçün saatlarla zaman lazımdır və ona bizə bir mətbuat konfransı kifayət eləməyəcək. Bizdə daha çox nəticəyə, yəni oyun 90 dəqiqə necə bitib ona baxılır və ona uyğun şərhlər başlanılır. Məsəl üçün, birinci il götürsən, əgər birinci ilimiz yadınızdadırsa, həmin məqam üçün, həmin heyət üçün, həmin qısa müddət üçün düşünürəm ki, yaxşı əla nəticə idi, yaxşı oyun göstərirdi. Biz 4-cü olduq, finalın bir addımlığındadır və həmin il bizim, ola bizim kimlərsə unudub, mən unutmamışam, nə qədər hakim səhvləri olurdu bizə qarşı. İstər birinci il, istər ikinci il, biz birinci ildə üçüncü yer tuta bilərdik, biz Kubokun finalında da birinci ildə oynaya bilərdik, qazana da bilərdik. Həmin il finala çıxsaydıq, Sumqayıtla qarşılaşacaqdik. Qarabağ kimi bir rəqib deyil, halbuki 2 də finalda oynadıq. Yəni bu 5 ili ümumən təhlil eləsən, hər ilin özünə görə yeri olub. Bizə bizim uğursuz ilimiz düşünürəm ki, 5-ci tutduğumuz yer idi, o da 4-cü yerlə xalımız eyni idi. Yenə də yada salsan, bir təhlil eləsən, bu il və keçən ildə biraz olurdu, amma o qədər də yox. Bu il demək olar ki, bizə qarşı çox nadir hallarda hakim səhvlər olurdu. Ümumiyyətcə bu il çempionatımızda hakimlər səhvlər azdır. Yadınızdadırsa, keçən il çempionatın sonunda mən də demişdim ki, bu düzələcək inşallah mütləq şəkildə və bu il biz onun tamamən bəhrəsini görürük. Özü də görürüz ki, etiraz edən komandanın sayı da azdır, məşqçilər də az etiraz edir. Təbii olaraq bəzi oyunlardan sonra məşqçilər şikayət edir, etiraz edir, normaldır oyun içində, amma ümumən oturub sonra başdan təhlil eləsən, çempionatımızda bu illəri hakimlərin göstərdiyi performans çox yüksəkdir. Beləncəsinə hər ili təhlil eləsən, 2 dəfə finalda oynamışıq, hər iki finalda da haradasa şansımız olub, qələbə qazanaq, Qarabağ kimi komanda üzərində. Birində penaltilərdə məğlub olmuşuq, digərində çoxlu 2-1 hesab olduqda qol epizodlarımız olub, istifadə eləməmişik. Hər dönəmin özünə görə mən düşünürəm ki, uğurlu zirə olub, səhvlərimiz olub, xətalarımız olub, amma ümumən sezonu təhlil eləsən, yenə deyirəm, bir sezon uğursuz hesab eləmək olar. O da ki, 5-ci tutduğumuz yer, yenə də deyirəm, 4-cü yerlə xallarımız eynidir. Yəni, siz imkanlara, zamana, hər şeyi daha dərin təhlil etmək lazımdır ki, necə nəzər oldu. İndi bəzən şərhlər görürəm, bəzi futbolçuların isimləri qabardılır ki, o futbolçu var, o futbolçu var, bu futbolçu var. Amma yaxşı olar ki, bu futbolçuların bugünkü performansı yox, zirəyə gələndə hansı səviyyədə olublar, hansı performans göstəriblər və nə dərəcədə iddialı, ambisiyalı futbolçular olublar, olmayıblar. Yaxşı olar ki, daha kökündən hər şey təhlil olunsun ki, bugünkü uğurlar daha belə deyə qabarıq şəkildə görsənsin. Sual oldu, mən şərh elədim, əslində mən bu şeylərin içində böyüyən, yaşlanan biriyəm. Maksimum çalışırıq ki, fikrimizi, diqqətimizi işimizə verək. Amma demək ki, ən uğurlu zirə budur, mən o fikirlə razı deyiləm. Hər dönəmin öz zirəsi olub, hər dönəmin öz şəraiti olub, imkanları olub və zamanla da addım-addım biz bugünkü zirəyə gəlmişik. Gələn il necə olacaq, o zaman göstərəcək. Biz bilənmərik gələn necə olacaq, bundan sonra bizim üçün hansı maneələr çıxacaq qarşımıza, limit indi ləğv olunub, rəqib komandalar artıq hamısı demək olar ki, çoxsu iddialı komandalar bu limitdən səmərəli şəkildə istifadə edəcəklər və güclərinə güc qatılacaq. Bəzi klublar oldu, sezonu uğursuz başladılar, sonra psixoloji baskı altında qaldılar, sonra toparlana bilmədilər, gələn il sezonu necə başlayacaqlar. Ola bilər biz eyni oyunu göstərək, gələn amma 5-ci yer tutaq, o da var. Onda necə olacaq, uğursuz sezondur mu, yoxsa yox, yəni rəqiblərin performansında çox şey asılıdır. Siz bu məsələ biraz geniş bir məsələdir və bir mətbuat konfransında bizə kifayət eləməz ki, biz tam onu şərh eləyək və diaqnoz qoyaq ki, budur, bu ən uğurlu sezon budur, yox, mən elə hesab eləmirəm. Birinci il, ikinci il az imkanlarla, kasad bir heyətlə, ambisiyalı bir komanda formalaşdıra bilmişdi. Hər bir komanda bizlə oynamaq çətin idi. Üçüncü yer tutduq, ikinci ilimizdə. Belə hər ilin öz dadı olub, öz ləzzəti olub. Mənim üçün hər bir il uğurludur, 5-ci yerdən çıxmaq şərti ilə bircə sezonu uğursuz hesab edirəm. Digər sezonları düşünürəm uğurlu alınır və bunda da əsas pay sahibi mən deyiləm. Klub rəhbərliyi var ki, komandanı, bu işçiləri formalaşdıran futbolçular var ki, sonuna qədər mübarizə aparan, bəlkə də ən son pay sahibi olan komanda bizi
və yenə deyirəm, ən uğurlu zirə deməklə bəlkə də əvvəlki illərimizdəki əziyyətimizə, əməyimizə və futbolçuların əməyinə biraz haqsızlıq olur. Çünki o futbolçuların çoxsundan bu gün yoxdur. Həmən gün üçün onlar çox əziyyət çəkiblər, çox çalışıblar və bütün bu 5 ildə əməyi keçən hər bir şəxsə, rəhbərliyimizə, futbolçularımıza, idarə heyətimizə, ən vacib azarkeşlərimizə, bizi sonuna qədər dəstəkləyən azarkeşlərimizə, halbuki bu ildə bizim uğursuz seriyamız olub, 7 oyuncu əmir bir qələbə qazanmışıq, amma hər zaman yanımızda olublar. Qarlı, soyuqlu, uzaq səfərli oyunlarımız olub ki, hər zaman yanımızda olublar. Bugün ikinci yerdə bitirmişik, ona görə demirik, yəni uğursuzluq olsaydı, nəticə istədiyimiz kimdə olmasaydı, eyni fikirləri, eyni sözləri təkrarlayacaqdıq. Futboldur, bugün hər şey yaxşı alındı deyə danışmaq daha rahatdır. Amma biz hər bir nəticəyə hazır olmalıyıq, özümüzü hazırlamalıyıq və hər bir nəticədə duruşumuzu itirməməliyik və mübarizəmizi davam etdirməliyik.